başı ilə təsdiqləyir Samir. Mən danışa bilərəm yoldaşımla. Əlbəttə, buyurun eşidir sizi. Vika, hər şey yaxşıdır. Danışarıq da. Hardasan sən, nə vaxt gələcəksən? Viktoriya xanım, üzr istəyirəm, yenə mənəm, heç narahat olmayın. Samir birazdan yanınızda olacaq. Biz burada bir oyun oynayırdıq. Yoldaşınız da dedi ki, siz mənim seçəcəyim istənilən kartı tapa bilərsiniz. Düz deyir? Nə kartı, mən başa düşmürəm. Kart da kartı, oyun kartı. Valet, karol, dama, nə bilim. Bağışlayın, amma sizin nə demək istədiyinizi başa düşmürəm. Bilmək olar məndən niyə yoldaşım yox, siz danışırsınız. Bu oyunun qaydaları elədir ki, yoldaşınız danışa bilməz. Aparıcı olaraq mən danışmalıyam, o susmalıdır. Mən elə bil ki, moderatoram. Mən kart oynamağı bacarmıram axı. Смотрите, burada çətin bir şey yoxdur. 52 kart var. Onların arasından birini seçip koymuşam kənara. Yəni düz qabağıma. Eğer siz mənim seçdiyim kartı tapsaz, yoldaşınız udur və xoşbəxt sizin yanınıza qayıdır. Tapmasam, Tapmasaz, yoldaşınız yenə də sizin yanınıza qayıdır, amma xoşbəxt yox. üzr istəyirəm, amma artıq gecdir, olar siz özünüz oynayasınız. Yox da, xanım, sadəcə bir dənə kart. Bir dənə. Bəli, bir dənə. Mən bilmirəm axı nə deyim. Xanım baxın, 2-dən 10-a kimi rəqəm var. Qalanları valet, dama, karol tuzlu figurlardır da, elə bil karol. Onların da içində qara ürək var, xaç var, qırmızı ürək var, bubin var, paxlavaya oxşuyur. Bir dənəsini seçin, əl çəkim sizdən. Birini, Bəli, birini. bizi deyə bilərsiniz. 2-dən 10-a kimi rəqəmlərdir, xanım. Onların içərisində qara ürək var, 7 qırmızı. sonra... Xanım eşitmədim bir də? 7 qırmızı ürək. Всё. Alo. Всё. 52 dənə kartdır. Hər karta uyğun bir ad seçirik. Adı bu eşidəndə kartın adını içindəsin. Tahirə, Ləman, 9 qırmızı ürək, Afeliya, Natavan, Natavan, 9 qara ürək, Afeliyadır bu. 9 kərpiç, Rəna, 6 qırmızı ürək, Kəmalə, 7 qırmızı ürək, Viktoriya,